Salamlayıram hər birinizi. Bugün sizinlə işıqlanma qurşaqları haqqında danışacağıq. İşıqlanma qurşaqları coğrafiyanın ən inteqrativ mövzularından biridir. Özü çox kiçik bir mövzudur, çox rahat mövzudur. Amma məsələ burasındadır ki, onun məntiqini anlamaq lazımdır ki, bir çox mövzularda o bizim suallara qarşımıza çıxır. İnteqrativ şəkildə. Məsələn, çayların mövzusunu keçirsən, çay neçə işıqlanma qurşağında yerləşir və yaxud adalar mövzusunda ada neçə işıqlanma qurşağında yerləşir və bir sıra hətta ölkələrdə də, fiziki coğrafiyada da, iqtisadi coğrafiyada da bizim qarşımıza işıqlanma qurşaqlarla bağlı suallar çıxır. İşıqlanma qurşaqları nədir? Yer kürəsi 5 işıqlanma qurşağına bölünür. Bax, varsayaq ki, bu bizim yer kürəmizdir. Yəni tən bölən ekvatorunu çəkdim. Düzdür, bizə əslində ekvator lazım deyil işıqlanma qurşaqlarında. Sadəcə tən ortadan bölüdük ki, daha rahat başa düşə biləsiniz. Burada bizim bilirsiniz ki, iki tropik xəttimiz var. Biri şimal tropik xəttidir, 23,5 dərəcə şimal tropiki. Biz buna xərçəng tropik də deyirik. Biri isə 23,5 dərəcə cənub enliyidir ki, biz buna cənub tropiki və yaxud da oğlaq tropiki deyirik. Yadda saxlayırsınız ki, bu iki tropikin arası sayılır tropik işıqlanma qurşağı. Tropik işıqlanma qurşağı. İki tropik, şimal tropikinin və cənub tropikinin arasında qalan bütün məntəqələr tropik işıqlanma qurşağı hesab olunur. Daha sonra bizdə bilirsiniz ki, qütb dairələri var. 66,5 dərəcə şimal enliyi və eyni zamanda 66,5 dərəcə cənub enliyi. Bax, 23,5 dərəcə şimal, yəni tropiklə qütb dairəsi arasında qalan məntəqələr mülayim işıqlanma qurşağı sayılır. Şimal tropiki ilə şimal 66,5 arası mülayim işıqlanma qurşağı. Bu olur şimal mülayim işıqlanma qurşağı və eyni ilə cənubda da 23,5 cənub enliyi ilə 66,5 cənub enliyi arasında cənub mülayim işıqlanma qurşağı yerləşir. Və ən nəhayət biz bilirik ki, bizim 90 dərəcə şimal enliyi və 90 dərəcə cənub enliyində coğrafi qütblərimiz var və biz bilməliyik ki, 66,5 dərəcə enliklərlə 90 dərəcə enliklər arası qütb işıqlanma qurşaqları sayılır. Baxın, bura şimal qütb işıqlanma qurşağı, bu da cənub qütb işıqlanma qurşağı. Beləcə biz gördük ki, 5 dənə işıqlanma qurşağımız var. Bir dənə tropik, 2 mülayim, biri şimalda, biri cənubda. 2 dənə də qütb, yenə biri şimalda, biri cənubda. Beləcə 5 işıqlanma qurşağımız var. Bir daha deyir ki, tropiklərin arası oldu tropik işıqlanma qurşağı. 23,5 enliklərdə 66,5 arası, yəni tropiklərlə qütb dairələrinin arası oldu mülayim işıqlanma qurşaqları, baxın, və 66,5 ilə, yəni qütb dairələri ilə 90 dərəcə enliklər, yəni qütblər arası oldu qütb işıqlanma qurşağı. Bu mövzunun nəzəri hissəsidir, olduqca rahatdır bu. Düşünmürəm ki, burada çətinlik çəkəsiz. Hətta baxın, burada biz bu şəklimizə də baxsaq, görürsünüz ki, bax, bu tünd narıncı hissə, təbii ki, bura hesab olunur tropik işıqlanma qurşağı. Baxın, bu açıq narıncı şimal mülayim və cənub mülayim işıqlanma qurşağıdır və 66,5 qütblər 66,5 dərəcələrlə qütblər arası şimal qütb və cənub qütb işıqlanma qurşağı hesab olunur. Buraya qədər rahatdır. Burada əsl bizə lazım olan bunu xəritəyə tətbiq edə bilməkdir. Gəlin indi xəritə üzərində baxaq. Misal üçün, biz xəritədə birincisi hansı coğrafi obyektin hansı işıqlanma qurşağına düşdüyünü necə bilə bilərik? Məsələn, tutalım ki, Azərbaycan hansı işıqlanma qurşağına düşür? Biz bilirik ki, Azərbaycan, baxın, biz başa düşürük ki, Azərbaycan 23,5 dərəcə şimal enliyi ilə 66,5 dərəcə şimal enliyi arasında bir yerdədir. Yəni, tropiklə, baxın, tropik xətti ilə qütb dairəsi arasında yerləşir Azərbaycan. Deməli, bu mülayim işıqlanma qurşağıdır. Yəni, Azərbaycan mülayim işıqlanma qurşağında yerləşir. Yəni, biz coğrafi obyektlərin hansı işıqlanma qurşağında yerləşdiyini bilmək üçün əslində tropik xəttləri və qütb dairələrinin haradan keçdiyini bilməliyik. Məsələn, biz gəlin tropik xəttlərinə baxaq. Biz görürük ki, baxın, bax, bu şimal tropik xəttidir gördüyünüz. Bu şimal tropik xəttidir. Baxın, bu formada keçir. Bu şimal tropik xəttidir və daha sonra bir də cənub tropik xətti var. Baxın, bu da cənub tropik xəttidir.
Demək ki, indi mən artıq bilməliyəm ki, bu şimal tropik və cənub tropik xəttlərini çəkdim. Bu iki xəttin arasında, tropiklərin arasında qalan hər yer tropik işıqlanma qurşağıdır. Yəni məsələn, Orinoco ovalığı, Qviana yaylası, Amazon ovalığı və yaxud Somali yarımadası və yaxud Şri-Lanka adası və yaxud Sumatra adası, Yava adası, Kalimantan adası və yaxud burada ola bilər məsələn Zambezi çayı, Kongo çayı, yaxud tutalım ki, burada ola bilər Mindanao adası və s. Yəni burada iki tropik xəttin arasında qalan bütün coğrafi obyektlər tropik işıqlanma qurşağında yerləşir. Daha sonra mən burada 66,5 dərəcə şimal enliyini çəkirəm. Mən görürəm ki, baxın, burada bax 66,5 dərəcə şimal enliyinin xətti yerləşir. Yəni şimal qütb dairəsi yerləşir. Aha. Deməli bu ikisinin, yəni 66,5 şimal enliyi ilə şimal tropinin arası mülayim işıqlanma qurşağıdır. Buradan buraya qədər. Yəni burada misal üçün Labrador yarımadası düşsə testə və yaxud Newfoundland adası düşsə və yaxud Azərbaycan düşsə, Xəzər düşsə, yaxud Apenin yarımadası düşsə və yaxud Saxalin adası düşsə, mən artıq bilməliyəm ki, bu şimal mülayim işıqlanma qurşağıdır. Yox, əgər 66,5-dən daha şimal ərazilər düşsə qütbə tərəf, məsələn, tutaq ki, Şpitsbergen adası, Novaya Zemlya adası, Taymır yarımadası bu ərazidə, tutaq ki, Novosibir adaları, Vrangel adası və s. Bu ərazilər və yaxud da, baxın burada Elsimir adası, Kanada arxipelaqı, bu ərazilər düşsə, mən bilməliyəm ki, bu artıq şimal qütb işıqlanma qurşağıdır. Və yaxud da cənub tərəfdə də bunun eynisini deyə bilərik. Tutalım ki, bax, bura nədir? Bura cənub tropik xəttidir. Burada isə cənub 66,5, yəni cənub qütb dairəsi var. Bu ikisinin arası artıq nədir? Cənub mülayim işıqlanma qurşağıdır. Yaxşı, məsələn, Uruqvay və yaxud da tutalım ki, burada Madagaskar adasını kəsir də, yəni Madagaskarın da cənub hissəsi düşür cənub mülayim işıqlanma qurşağına, Tasmaniya adası, Yeni Zelandiya və s. Bax, bu formada xətti əzbər bilməliyəm. İndi burada bir şey var. Bir işıqlanma qurşağına düşən coğrafi obyekt, iki işıqlanma qurşağına düşən, üç işıqlanma qurşağına düşən coğrafi obyekt. Bunu necə bilməliyim? Birincisi, bir coğrafi obyekt əgər nə tropik xəttləri kəsmirsə, nə 66,5 dərəcələr kəsmirsə, nə də qütbdə yerləşmirsə, bu bir işıqlanma qurşağında yerləşir. Məsələn, tutalım ki, Piriney yarımadası, orada yerləşən İspaniya dövləti bir işıqlanma qurşağında, yəni Piriney yarımadası bir işıqlanma qurşağında yerləşir. Niyə görə? Çünki buradan tropik xətti keçir. Baxın, buradan tropik xətti keçir. Buradan da 66,5 dərəcə keçir. Piriney yarımadası ikisinin arasındadır. Yəni nədir? Mülayim işıqlanma qurşağıdır. Bu digər coğrafi obyektlər üçün də keçərlidir. Yəni nə tropik kəsmir, nə 66,5 kəsmirsə, ya mülayimdədir, ya tropik işıqlanma qurşağındadır, amma bir işıqlanma qurşağındadır. Bəs nə vaxt iki işıqlanma qurşağında ola bilər? Onu tropik xətti kəssə və yaxud da 66,5 dərəcə kəssə. Niyə? Məsələn, Madagaskar adasını görürsünüz ki, cənub tropik xətti kəsir. Madagaskar adası deməli iki işıqlanma qurşağında yerləşir. Çünki Madagaskar adasının bu şimal ərazisi olacaq tropik işıqlanma qurşağı. Çünki iki tropikin arasıdır axı, tropik işıqlanma. Amma bu cənubda qalan hissəsi olacaq mülayim işıqlanma qurşağı. Çünki tropiklə artıq 66,5 arasındadır. Yəni Madagaskar iki işıqlanma qurşağında yerləşir. Və yaxud da biz bunu Avstraliya üçün də deyə bilərik. Baxın, Avstraliya materiki tropik xətti kəsir. Şimal ərazisi olacaq tropik işıqlanma qurşağı. Məsələn, Arnhem Land, Cape York yarımadaları. Amma cənub ərazisi, misal üçün Nallar bordüzü və yaxud da Darling çayı, Murray çayı, bunlar mülayim işıqlanma qurşağıdır. Çünki tropikdən cənubdadırlar. Tropiklə 66,5 cənub enliyi arasındadırlar. Mülayim işıqlanma qurşağındadırlar. Yəni Avstraliya iki işıqlanma qurşağında yerləşdi. Üç işıqlanma qurşağı necə ola bilər? Misal üçün Afrika materiki. Baxın, şimal tropik xətti də kəsir, cənub tropik xətti də kəsir. Bu iki tropikin arası nədir? Tropik işıqlanma qurşağı. Şimal tropikindən daha şimal olan ərazisi nədir? Mülayim işıqlanma qurşağı. Şimal yarımkürəsinin mülayim işıqlanma qurşağı. Cənub tropikindən daha cənub isə bu da mülayim işıqlanma qurşağıdır, amma cənub yarımkürəsinin. Yəni şimal mülayim işıqlanma qurşağı, burada isə cənub mülayim işıqlanma qurşağı. Ortada isə tropik işıqlanma qurşağı. Bu nə oldu? Üç işıqlanma qurşağı oldu. Demək ki, biz hər bir materiklər üzrə tropik xəttlərinin və 66,5 dərəcələrin kəsdiyi coğrafi obyektlərə baxmalıyıq və baxmalıyıq ki, onlar neçə işıqlanma qurşağında yerləşir. Məsələn, mən tutaq ki, Cənubi Amerikanın işıqlanma qurşaqlarına baxmaq istəyirəmsə, mən görürəm ki, Cənubi Amerikanı
23,5 dərəcə cənub enliyi kəsir. Amma nə şimal tropiki kəsmir, nə də 66,5 kəsmir. Yəni Cənubi Amerika iki işıqlanma qurşağında yerləşir. Bax bu ərazisi olur tropik işıqlanma qurşağı, çünki tropikdən iki tropikin arasındadır. Bu cənub hissəsi isə olur cənub mülayim işıqlanma qurşağı. Cənub yarımkürəsinin mülayim işıqlanma qurşağı. Artıq mən burada görürəm ki, Ant dağları iki işıqlanma qurşağına düşdü. Həm tropik, həm də mülayimdədir. Məsələn, görürəm ki, Amazon çayı tropik işıqlanma qurşağına düşdü və yaxud da San Fransisko çayı tropik işıqlanma. Bu Amazon və San Fransisko çayları, Orinoco çayı tropik işıqlanma qurşağına düşdü. Amma məsələn, Parana çayının mənsəbi La Plata ovalığı bu artıq mülayim işıqlanma qurşağındadır. Yəni xəritə üzərində bunu əgər mükəmməl şəkildə öyrənmək istəyirsinizsə, xəritə üzərində bir-bir xəritəyə baxaraq baxmalısınız ki, hansı ərazi, hansı işıqlanma qurşağına düşür. Və ya sizə məsələn Şimali Amerika maraqlıdırsa, baxırsınız ki, bax bu Şimali Amerikanın xəritəsidir, düzdür? Şimali Amerikada, baxın, bu 66,5 dərəcə şimal enliyidir, yəni şimal qütb dairəsidir. Bu isə şimal tropikdir. Burada artıq 3 işıqlanma qurşağı var. Niyə? Bura qütb işıqlanma qurşağıdır. 66,5-dən daha yuxarı, daha şimaldır. 66,5 ilə tropikin arası mülayim işıqlanma qurşağıdır. Tropikdən cənub tərəfi isə, yəni iki tropikin arası isə bura tropik işıqlanma qurşağıdır. Qütb, mülayim və tropik işıqlanma qurşağı. Deməli, testdə sizə düşsə Kuba adası, Puerto Rico, Yamayka adası və yaxud da Yucatan yarımadası, bunlar tropik işıqlanma qurşağıdır. Amma testdə sizə məsələn Florida yarımadası düşsə, bu artıq mülayim işıqlanma və yaxud da Appalaç dağları və yaxud da buradakı böyük göllər, yuxarı Michigan, Huron, Erie, Ontario düşsə, bu mülayim işıqlanma qurşağıdır. Amma məsələn sizə düşsə Baffin adası iki işıqlanma qurşağında yerləşir. Baxın 66,5 kəsir. Şimalı düşür qütb işıqlanma qurşağı, cənub hissəsi isə düşür mülayim işıqlanma qurşağına. Amma bu Kanada arxipelaqındakı digər adalar, məsələn Victoria, Banks, Melville adası, Ellesmere adası, Devon adası, bunlar qütb işıqlanma qurşağında yerləşirlər. Məsələn Mackenzie çayı baxın iki işıqlanma qurşağıdır. Çünki 66,5 kəsir. Qütb və mülayim işıqlanma qurşaqlarında yerləşir. Amma məsələn, Colorado və Kolumbiya çayları, bunlar mülayim işıqlanma qurşağına düşürlər. Yəni, bax, bu formada siz xəritəni qarşınıza qoyaraq, fərqi yoxdur, abituriyent, sertifikasiya, MİQ, olimpiyada, bütün imtahan növlərində bu mövzu çox istifadə olunur və hər mövzunu öyrənərkən, çaylar mövzusunu, dağlar mövzusunu öyrənərkən, yəni bu bir dəfə öyrəniləsi bir şey deyil. Hətta dövlətləri öyrənərkən baxırsınız ki, mənim öyrəndiyim coğrafi obyektlərdən hansının tropik kəsir, yəni hansı iki işıqlanma qurşağındadır, hansının 66,5 kəsir, hansı işıqlanma qurşağına düşür. Bax, bu xəritədə bunu bu formada yadda saxlayırsınız və testdə də düşəndə artıq biləcəksiniz ki, hansı işıqlanma qurşağında yerləşdiyin, necə tapmaq olar. Misal üçün, siz bundan sonra biləcəksiniz ki, tutaq ki, sizdən Ərəbistan yarımadasını soruşursa, Ərəbistan yarımadası, baxın, görəcəksiniz ki, buradan tropik xətti keçir. Tropik xətti keçirsə, Ərəbistanı kəsirsə, deməli Ərəbistan iki işıqlanma qurşağında yerləşir. Şimal hissəsi olacaq mülayim işıqlanma qurşağı, bu cənub hissəsi isə iki tropikin arasında qaldığı üçün tropik işıqlanma qurşağı. Bax, bu formada siz testlərinizi daha rahat formada edə bilərsiniz. Uğurlar arzulayıram hər birinizə.